İnsanın fitrəti iki cür izah olunur. İnsan fitrəti iki cürdür. Bir var ki, insan bir güzgü misalındadır. Bir güzgü misalındadır. O cilalandıqca güzgünün üstünü ki toz basar, pas basar, hər nə, o cilalandıqca güzgü təmizlənər və Allahın nurunu neyniyər, göstərər özündə. Bir bu cür nədir? Bunu ilə tamamlanır xeyr. Bir də cilalandıqca, təmizləndikcə içərisində olan nur üzə çıxar. Həm Allahın təcəllası olar onda, kənardan göstərər güzgü misalında, həm də içəridən bir nur parlayar. Bu iki cür izah olunur. Və diqqət eləsək, Allah Teala Quranda ən çox ki and içir, 10 neçə yerdə, 11-12 yerdə and içir. Şəms surəsində günəşə and içir, aya and içir, yerə and içir, göyə and içir, nəhayətdə deyir və nəfsin and olsun ruha. Yaratdığı ruha and içir. Və nəfsin sonra qayıdır özünə and içir, amma nə yoluna? Və səvvaha. And içir ruha və onu yaradana. Diqqət eləyin, ruha və onu yaradana. Dalıcan belə bir dənə söz deyir. Fələ başlayır. Fələ başlamaq odur ki, özündən əvvəlki ayəyə qayıdır. Elə isə və nəfsin, and olsun nəfsə, və savvahə və onu təşkil eləyənə, onu qərar verənə, onu yaradana, fə hansı ki, əlhəməhə ilham edib ona, fucurəhə və təqvahə, yaxşını və pisi. Diqqət elə. İnsanın nəfsinə yaxşını da, pisi də neyniyib? İlham edib. Bu, 4 şeyin qarışığındandır. 4 şey nədir? Biri odur ki, o yaxşı ilə pisi qarışdırıb, salıb insanına. Biri odur ki, fəəlhəməhə ilham eləyib, fucurəhə və təqvahə, pisi də yaxşında. Bir odur ki, yaxşıya meyl qoyub insanda. İnsan yaxşıya meyillidir. Diqqət eləyin. İnsanın fitrətində 4 dənə şey ki yoxdur. Biri odur ki, yaxşıya meyillidir. Bunu həmişə biz misal getirmişik. Bir seriala baxırsan, bir kinoya baxırsan, onun qəhrəmanı müsbət qəhrəmanı, yaxşı adamdır. Onda olan müsbət xüsusiyyətlər məndə qətiyyən yoxdur. Amma mən nə edirəm? Onun tərəfindəyəm. Baxanda, bizim dildə ona balet eləyirəm. Amma onda olan o yaxşı xüsusiyyətdə heç məndə yoxdur ya. Amma onu sevirəm mən. Niyə? Mənim içimdə yaxşını sevmək xüsusiyyət, yaxşıya meyl eləmək xüsusiyyət var. Bu meyli Allah Teala mənim fitrətimə, ruhuma qoyub. Və bir də yaxşını tanımaq. Mərifət. İnsanın ruhi yaxşını tanıyır. Mərifət var. Ona görə deyirlər ki, əmr bil məruf. Mərufa əmr eləmək. Məruf nədir? Yəni tanınmış. Yəni ruhun nəyi tanıyır? Yaxşını tanıyır. O yaxşıya əmr eləmək. Diqqət edin. Yaxşı üçün məruf deyərlər. Tanınmış. Hardan ad qoydum buna məruf? Ruhun yaxşını zaten tanıyır. Tanımaq başqa şeydir, meyl eləmək başqa şeydir ya. Meyl də var ruhumda yaxşıya qarşı, tanımaq da var. Bu 2 dənə, qalan 2 dənə nədir? Pisə qarşı məndə ikrah var fitrətimdə. Yenə də həmən məsələsini bir filmə baxıram, orada pis bir qəhrəman var. Bəlkə də onun xüsusiyyətləri, yalancılığı, qeybətin, şər atmağı məndə var ha. Amma mən filmə baxanda ona nifrət edirəm. Yəni pisliyə qarşı inkar bizim içimizdə var. Nəhyə anil münkər. Ona görə pisə münkər deyirlər.
Yaxşıya məruf deyirlər. Pisi inkar eləmək mənim içimdə var. İnsan zaten içərisində bilir ki, yalan danışmaq yaxşı şeydir. Çünki mənə yalan danışsalar acığım gələr. Qeybət yaxşı şeydir. Çünki mənim qeybətimə eləsələr acığım gələr. İnsanın içində pisə qarşı nə var? O inkar var. Və dördüncü nədir? Həmən şeydə mərifət var. O şeydə tanıyır. O pisi də tanıyır. İnsan yaxşını da pisi də tanıyır. Allah Teala deyir: "Fəəlhamaha fucuraha və təqvaha."